Salam değerli izləyicilərimiz, hər vaxtınız xeyir. Bugün sizə şəxsi tikili bir ev çəkib təqdim edirəm. Bu bizim evimizin həyətidir, bu da darvazasıdır. Ümumi 2,2 sot torpaq üzərində tikilib. Evin isə ümumi sahəsi 110 kvadratdır. İri evdir. Bura həyətidir. Belə bir həyəti. Beton fundamenti, buradan yerində betonu gedir. Bütün pəncərələr dəmir işıtkası var. Burada kombi otağı da kombi işləyir. Evi yanına və arxasında keçməyə yeri var. Burada ehtiyat su çənidir. Ancaq ki suyu bu çənə ehtiyacı yoxdur. Daimi suyu var. Su burada daimidir. Marşrut da düz qapıdan 50 metr aralıdır. Keçindi evimizin içine. Kürsü içəridəndir. 6 daş kürsüsü var. Daxil olduq buraya, ev içine. Bura bizdə dəhliz. Bura bizdə dəhlizdir. Başına qədər ardıcılıqla soldan. Bura ayaq yolsudur. Buradakı hamamıdır. Yani möhkəm qoşadaş evdir. Evimizin birinci otağıdır, yataq otağı. Buradakı iri bir qonaq otağıdır belə. Ev, qeyd etdim ki, kombi sistemi ilə qızdırılır. Evimizin burada da yine bir də otağı var. Yataq otağı və axırıncı otaq. Bu da axırıncı otaqdır. Neyse keçək mətbəxə. Buradakı mətbəxi. Belə bir ev. Evimizin yerləşdiyi yer Abşeron rayonu Çiçək qəsəbəsində. Yəni yolu pivə zavoddandır. Pivə zavoddan yuxarı qalxırsa Çiçək qəsəbəsidir. 2,2 sot torpaq üzərində tikili, qeyd etdiyim kimi. Qiymət 43.000 manatdır. Kim alsa Allah xeyir versin.